Deməli, bu günləri sizlə əsas tanış olacağımız mövzu elektronikadır. Nədir ümumiyyətlə elektronika? Biz bu günə qədər bir çox mövzu üzərindən keçdik. Əsasən də işimiz nədir? Bizim proqramlaşdırma, kodlaşdırma, kompüterə və yaxud da veb saytlara və sairə bir növ proqram yazmaqdır. Ümumiyyətlə proqramlaşdırma təkcə bundan ibarət deyil. Mən bir prezentasiya üzərindən gedəcəm. Oradan sizə daha yaxşı izah eləyə bilərəm. Deməli, bu yaxında bir konfrans oldu, beynəlxalq konfrans oldu, PHP-nin qlobal konfransı oldu. Orada mən bir prezentasiya hazırlamışdım. Ümumiyyətlə onun üzərindən belə deyim də yolumuza davam eləyək. Ekranı hər kəs görür? Hər kəs ekran görürmü? Bəli, bəli. Bəli. Aha, okey. Deməli, ümumiyyətlə bizim proqramçıların işi təkcə dedik nədir? Kompüter proqramları, oyunlar və sair yazmaq deyil. Bir də proqramlaşdırmanın başqa bir digər qolu var. Bu günləri dünyada aktual olan mövzulardan biridir. Hansı ki IoT. Nədir IoT? Internet of Things, yəni hər şeyin interneti. Hər biriniz, üçünüz də demək olar ki, elə proqramlaşdırmaya, yəni belə deyim də, informasiya texnologiyalarına yaxın ixtisaslarda oxuyursunuz, təhsil alırsınız. Ona görə IoT haqqında məlumatınızın olması və ümumiyyətlə IoT necə işləyir, necə proqramlaşdırma aparılır, proqramçıların buradakı rolu nədir? Bu günləri əsasən biz bunun üzərindən danışacağıq. Deməli, əşyaların interneti. Əşyaların interneti deyərkən nə nəzərdə tutulur? Tutaq ki, bizim evdə bir dənə kofe aparatı var. Mən o kofe aparatını internet vasitəsilə işə sala bilirəm. Hətta kofe modunu seçə bilirəm, temperaturunu ayarlaya bilirəm. Və yaxud da evdə kondisioner var. Mən kondisionerin bir application veriblər mənə. Mən həmin o application vasitəsilə kondisionerə qoşulub orada temperaturu tənzimləyə bilirəm. Kondisioneri belə deyim də yuxu moduna qoya bilirəm, aktivləşdirə bilirəm, işlə vəziyyətə qoya bilirəm, rejimlərini dəyişə bilirəm. Baxın, bunu təmin edən şey IoT-dir, yəni əşyaların internetidir. Proqram ümumiyyətlə IoT-də əsasən təkcə bu kondisioner, ev və sair deyil, bütün ümumi bir ekosistem nəzərdə tutulur. Burada da şəkil olaraq, diaqram olaraq istifadə olunur. Burada əsas göstərilib ki, nədir? Məsəl üçün, hərbi sənayedə, kənd təsərrüfatında biz Ömərlə hətta indi mən göstərəcəm bir layihədə çıxış eləmişdik, kənd təsərrüfatının bir layihəsində. Hətta universitetdə də onu belə deyim, təqdim eləmişdik Bakı Dövlət Universitetində və o layihə üzərində hal-hazırda aktiv işləyirik. Deməli nədir? Özümüz bir cihaz düzəltmişdik. Bu cihaz nə edir? Proqram vasitəsilə kompüterlə danışır, kompüterə informasiyalar ötürür, kompüter o informasiyaları alıb bəlli bir riyazi hesablamalar eləyir və s. Proqramçıların burada ümumiyyətlə IoT əsasən 4 əsas hissədən ibarətdir. Qurğu hissəsindən, şəbəkədən, buluddan və tətbiqdən. Qurğu hissəsi nədir? Tutaq ki, mən bir cihaz düzəldəcəm. Bunun bir elektron dövrəsi var, hansı ki, tranzistorlar, rezistorlar, birinci qrup hazırlaşan hər kəs bu mövzulara tanışdır da ki, kondensatorlar, bazerlar və sair motorlar, hansı ki, bu elektrik DC motorlar və sair, yəni elektrik motorları, ümumiyyətlə bunlar aiddir həmin o IoT-nin qurğu hissəsinə. Yəni ki, məsəl üçün, mən bir kənd təsərrüfatı sistemi düzəldəcəm, fərz eləyək. Nə edirəm? İlk olaraq götürürəm bir qurğu düzəldirəm. Məsəl üçün, nəm sensoru. Baxaq bura. Nem sensoru. Nem sensoru bir dənə götürürəm. Baxın, belə bir sensorlardır. Bu sensorları götürürəm. Aparıram proqramlana bilən bir kontrollerə birləşdirirəm və yaxud da mikrokompüterə birləşdirirəm. İndi birazdan indi o haqqda da məlumat verəcəm. Proqramlana bilən kontrollerlərə nümunə olaraq Arduino-nu göstərmək olar. Arduino-nu göstərə bilərik. Şəklinə baxaq. Baxın, bu Arduino-dur, hansı ki, proqramlana bilən bir kontrollerdir. İçərisində kiçik həcmdə bir proqramlana bilən çip var. Biz proqramımızı yazırıq, aparırıq, qoyuruq bunun içərisinə, bildiyimiz kompüterə taxıb qoyuruq bunun içərisinə və bu sensorlardan aldığı məlumatları başlayır idarə etməyə. Məsəl üçün, mən qapımı, bildiyimiz tutaq ki, mənim evimizin qapısı var. Bu qapının üzərinə elə bir mexanizm qura bilərəm, onu Arduino ilə də proqramlaya bilərəm. Gələrəm
O NFC var ya telefonda. Məsələn, düyməyə 2 dəfə klik eləyirik, oxuyur hansı ki şey eləyirik. Bu turniketləri açırıq metroda. Yəqin ki, görmüsünüz də. Baxın, eyni məntiqi evimizin qapısına da biz bu kimi elektronikanı bilsək və elektronika ilə paraleldə proqramlaşdırmanı bilsək, yəni bunun da proqramlaşdırması heç də çətin deyil. Hətta bizim o yazdığımız web proqramlardan, backend proqramlardan daha asandır bunun proqramlaşdırılması. Nə edə bilərik? Avtomatik olaraq başlaya bilərik öz evimizdə olan manual qapı sistemini elektron qapı sisteminə çevirməyə. Məsəl üçün tutaq ki, açar üstümüzdə yoxdur. Və yaxud da evə qonaq gəlib biz evdə yoxuq. Telefon vasitəsilə evin qapısını açıb bağlaya bilərik ki, qonaq qapıda qalmasın və s. Bu kimi işləri görmək üçün biz istifadə edirik. Əsasən də ağıllı ev sistemlərində kontrollerləri proqramlayaraq müəyyən sensorlarla birləşdirərək müəyyən işlər görülür. Misal mən səyahətə getmişəm, fərz eləyək. Nə edirəm? Mənim evdə güllərim var da. Bu güllərə su vermək lazımdır. Nəm sensoru vasitəsilə gülün dibindəki nəmliyi ölçə bilərəm və avtomatik olaraq nə edə bilər? Kontroller Arduino özü qərar verə bilər ki, mən buna su verim və yaxud da suyu belə deyim də çoxlu su verməyim. Və yaxud da burada iş böyükdür. Ümumiyyətlə IoT-də təkcə daxili belə deyim də resurslardan yox, eyni zamanda mən xaricdə olan bir veb sayta bağlana bilərəm. Məsələn, havanın şəraitini, hava vəziyyətini öyrənə bilərəm ki, 3 gün sonra hava şəraiti necə olacağı planlanılır. Məsəl üçün, suvarma sistemimdə əgər 3 gün sonra yağıntı varsa, mən hava şəraitinə əsasən bu gün suvarma edəcəmsə, suvarma etməyib suya qənaət eləmiş ola bilərəm. Və yaxud da dərmanlama işləri aparacam kənd təsərrüfatında nə edərəm? Baxaram ki, əgər yağıntı olacaqsa, mən dərman vermərəm ki, və yaxud da əksinə dərman əgər verəndən sonra suvarma tələb eləyirsə, yağıntıdan belə deyim də əvvəl bu dərmanlamanı apararam ki, nə edeyim? Avtomatik olaraq suya da qənaət etmiş olum və yaxud da dərmanı verəndən sonra dərmanı yumasın deyə, məsələn, yağıntı olacaqsa dərmanlamanı saxlaya bilərəm. Bu kimi proqnozları, bu kimi əməliyyatları avtomatik olaraq yerinə yetirmək üçün biz istifadə eləyə bilirik bu proqramlana bilən kontrollerlərdən. Və qurğu təminatı da sırf bizə ilk olaraq bu hissəni, belə deyim də, bu sistemi qururuq biz. Qurduqdan sonra bu işlər vəziyyətdə olmur. Bunu biz ikinci olaraq bunun içərisinə biz bir proqram təminatı qururuq. Hansı ki, bu proqram təminatı burada əsasən dördüncü hissə nəzərdə tutulur. Ortadakı hissəni indi deyəcəm. Proqram təminatı yazırıq. Yəni bildiyimiz C++, Python, Java, C Sharp, yəni bir çox dillərlə bunu proqramlamaq olur. Bu kontrolleri proqramlamaq olur. Biz proqram təminatımızı düzəldirik. Nə iş görəcəksə də artıq, nə bilim, su klapanı mı açacaq, yoxsa belə deyim də suvarma sistemi mi açacaq? Nə iş görəcəksə biz bunun içərisinə həmin o proqramı yazırıq. Yazdıqdan sonra yerləşdiririk və başlayırıq istifadə eləməyə. Şəbəkə əlaqəsi nədir bəs? Ümumiyyətlə IoT-də şəbəkə əlaqəsi mütləqdir. Mənim bir qurğum ola bilər, fərz eləyək. Bu qurğum sadəcə özü işləyə bilir. Məsəl üçün, bir dənə sensor qoymuşam bura. Bu sensor nə iş görür? Belə deyim də, sadəcə, məsəl üçün, güllərimi suvarır. Misal deyirəm, ha bu dəqiqə. Gəlin burada bir dənə çəkək. Bir dənə sensor qoymuşam. Burada bir dənə gülüm var. Bunun yanına bir dənə sensor qoymuşam və bu nə edir? Avtomatik olaraq sensor yox, klapan qoymuşam. Bunda su çəninə bağlamışam. Bu suvarma işi görür. Şəbəkə əlaqəsi mənə ona görə lazımdır ki, tutaq ki, mən çöldə, həyətdə və yaxud da hər hansı başqa bir yerdə nə edirəm? Bir dənə də havanın şəraitini ölçə biləcək və yaxud da hava temperaturunu ölçə biləcək bir sensor qoyuram. Bu iki sistemi bir-biri ilə əlaqələndirirəm. Yəni bu cihaz ölçüm aparır, apardığı ölçümü göndərir bura. Bu da qərar verir ki, mən suvarma etməliyəmmi yoxsa yox. Və yaxud da bunu biz ordu sistemində necə başa düşərik? Məsələn, ən idealı bunun orduda olur da. Havada tutaq ki, bir təyyarə uçur, pilotsuz uçuş aparatı uçur, sistemi analiz eləyir, aşağıda kəşfiyyat və s. aparır. Kəşfiyyat apardıqdan sonra düşmən mövqeləri aşkarlanır, misal üçün.
Sonra nə baş verir? Göndərir, mərkəzdə bir dənə sistemimiz var. Göndərir həmin o koordinatları və hansı belə deyim də düşmənin hansı texnikası varsa, onun koordinatlarını və onun belə deyim də mahiyyətini, xüsusiyyətlərini göndərir mərkəzi sistemə. Mərkəzi sistem də bilir ki, əgər burada sadəcə piyadalardan ibarət tutaq ki, qrup varsa, bura məsəl üçün piyada əleyhinə raketlərdən istifadə edərək buranı vurmağa çalışır, yoxsa yüksək təchizatlı məsəl üçün cihazlar varsa, orada belə deyim də yüksək təchizatlı maşınlar varsa, texnikalar varsa, artıq həmin o texnika əleyhinə olan vasitələrdən istifadə edərək bu hissəni vurur. Bu bizə nə verir? Belə deyim də ağıllı seçim etmək. Təsəvvür edin bizim əlimizdə A raket sistemi var, bir də B raket sistemi var. Biri yüksək belə deyim də partlayış gücünə malikdir, biri isə daha nisbətən zəif. Bunların əlbəttə ki, qiymətləri arasında da ciddi fərq var. Bu arada bəzən olur ki, milyonlar fərq olur. Ha, həqiqətən məsəl üçün siz analiz eləsəz, müdafiə sənayesini bir dənə araşdırsaz özünüzdə görəcəksiniz ki, bu kimi seçimlər bəzən milyonlar qazandırır ölkələrə. Və yaxud da bu təkcə müdafiə sənayesindən yox, eyni zamanda biz nə edə bilirik? Məsəl üçün bu yaxında biz hansı ki, yenə də Ömərlə tez-tez yedi bu kimi şeyləri belə deyim də daha çox müzakirə edirik. Çünki onunla əsasən bu istiqamətdə biz işlər görürük. Deməli, üzümçülük sektorunda necə bir şey olmuşdu Ömər? Deməli, adamların çox böyük üzüm sahələri var. Yəni burada 100 hektarlardan, 150-200 hektarlardan söhbət gedir. Və deyir ki, biz bəlli bir dron qaldırırıq havaya. Havaya qaldırdıqdan sonra dron və yaxud da hər hansı bir vasitə ilə sahəni skan eləyirik. Bitkilərə nəsə həşərat, zərərverici düşübsə, onu avtomatik olaraq mərkəzi sistemə xəbər veririk. Sonra ikinci bir belə deyim də sistem və yaxud da ikinci bir belə deyim vasitə ilə artıq orada dərmanlama işləri aparırıq və yaxud da hər hansı bir profilaktika işləri aparırıq. Bu kimi işləri görmək üçün biz əsasən IoT-nin şəbəkə belə deyim də vasitəsindən, yəni təkcə qurğunu düzəldim, qurğu bu işi görsün yox, eyni zamanda qurğuları bir-biri ilə danışdırmaq üçün istifadə eləyirik. Şəbəkə əlaqəsi vasitəsilə. Məsəl üçün, mənim 4 dənə cihazım var. Bu cihaz bir-biri ilə danışır. Məsələn, evdə tutaq ki, bu telefonlarda da olur. Android nə edir? Bu əsasən nisbətən cloud hissəsinə aiddir, üçüncü hissədə. Məsəl üçün, siz telefonda nəsə bir videoya baxırsınız, keçirsiniz, avtomatik olaraq kompüterdən də eyni akkauntlu videoya baxanda avtomatik olaraq nə baş verir? Sizin həmin o belə deyim də baxdığınız video gəlir bu tərəfdə də görünməyə başlayır. Yəni davam edir də bir növ. Aydındır? Yəni telefonunuzun kompüterdən xəbəri olur, kompüterinizin telefonundan. Və yaxud da ağıllı smart saatınız var. Qaçırsınız, hərəkət edirsiniz. O sizin belə deyim də nəbzivizi və sairəvizi ölçür, avtomatik olaraq göndərir kompüterə. Kompüterdə bir deyirsən ki, sənə notification gəlir ki, məsəl üçün filan iş baş verdi. Baxın, bunu təmin edən, yəni şəbəkə əlaqəsi IoT-də şəbəkə əlaqəsi cihazlar yaxın məsafədə olanda bir-birinə belə deyim də dəstək görür, dəstək verir, əlaqəni təmin edir. Amma bulut cloud əlaqəsi isə cihazlar daha uzaq ərazilərdə, bir-birindən uzaqda olanda nə edir? Əlaqəni təmin etmək üçün, depolamanı təyin etmək üçün istifadə olunur. Aydındır? Bundan əlavə olaraq belə deyim də, bu sahə günümüzdə ümumiyyətlə yavaş və proqramlaşdırma, kod yaza bilmə qabiliyyəti artıq sıradan çıxır demək olar ki. İnkişaf nisbətən çünki süni intellektlər və sairələr artıq o qədər inkişaf eləyib ki, insanlar artıq belə deyim də növbəti levelə keçib. Yəni proqram yaza bilən şəxs, proqramlaşdırma edə, yəni sadə proqramlaşdırmada söhbət edə bilən şəxslər artıq belə deyim də yavaş-yavaş çoxalıb. Ona görə şirkətlər IoT-yə belə deyim də üstünlük verir. Məsəl üçün bizdə şirkətdə əvvəl işçilər var idi. Bu işçilərin əsas məqsədi nə idi? Məsələn, yeməkxanada bizdə böyük şirkətdə yeməkxanası falan da var, hansı ki, sahədə də əsasən biz şeydəyik, belə deyim də, dağ mədən sektorundayıq. Sahədə 2000-dən çox işçimiz var. Bunlar nə geoloqlar, nə bilim geofiziklər və s. fəhlələr, injener, mühəndislər və s.lərdir. Onların yeməkxanada məsəl üçün əvvəl qeydiyyatını tutan adamlar var idi.
Hansı ki, biz şirkətdə IoT-ni tətbiq etməmişdən qabaq qeydiyyatı tutan adam. Bu adamın işi nə idi? Götürürdü əlinə bir dənə dəftər, əvəz yeməyə gəlibsən, əli yeməyə gəlibsən. Məsəl üçün bu qədər pors yemək aldı. Bu qədər oradan normalar var. Qidalanma norması var. Norma 1, norma 2. Məsəl üçün mədənin dərinliklərində işləyən, o zəhərli ərazilərdə işləyən, yəni ki, laboratoriyalarda və sairədə işləyən adamlarla digər adamların qida resursları arasında ciddi fərq var. Yəni xüsusi rejimdə işləyirsə o adam, onun belə deyim də qidasında fərqlilik olur da. Məsəl üçün adam laboratoriyada işləyirsə, mütləq onun qidasında məsəl üçün olmalıdır nə? E, Daha çox tərəvəz və süd məhsulları. Amma adam tutaq ki, ərazidə işləyir, fiziki iş görür, onun qida rasionuna daxil olmalıdır. Ət və ət məhsulları daha çox təşkil etməlidir. Bunlar normalara görə standartlaşdırılıb demək olar ki, dövlət tərəfindən və bu sistemlə, bu formada adamlar sən onu o normalara uyğun qidalandırmalısan. Təsəvvür edin yeməkxanadır. Yeməkxanada bilirsiniz olur, bəlli bir masa olur burada. Buradan adamlar podnosları götürürlər əllərinə, gəlirlər. Burada da yeməklər düzülüb. Və burada arxada bir dənə aşpaz var, hansı ki yemək bölən adam var. Bu adam burada 2000 işçi keçir də gündə və bu proses 3 dəfə davam eləyir. Nahar, günorta, daha doğrusu səhər, günorta və axşam vaxtı da. Hansı ki bu adamların hansı neçə norma ilə qidalanır, hansına nə verməlidir, bunu yadda saxlamaq çox mürəkkəbdir də. Yəni zaten o qədər adam yadda saxlamaq olmur. Gündə bir işçi gedir, bir işçi gəlir. Baxın, bunu nə edirdi? Bir nəfər dəftər götürürdü əlinə, filan kəsə bundan ver, filan kəsə bundan ver. 2 saatlıq yemək vaxtı var və 2 saatlıq yemək vaxtı təsəvvür edin, bu kimi şeyə görə çatmırdı. Bəzən o adamlar qidalarını belə deyim də, yemək vaxtını verərək keçirirdilər. Belə olan halda nə baş verir? Həm də ki burada sui-istifadə etmələr başlayır. Məsəl üçün o yemək bölgüsünü aparan adam nə edir? Şey eləyir, başlayır belə deyim də, məsəl üçün 2000 nəfər adamdırsa, yazır 3000 nəfər adam yeməyə gəlir. Bu kimi sui-istifadə halları olur. Yəni kontrol, menecment şəxslərdən, yəni insan faktorundan asılı olur. Bu arada ən böyük problemlərdən biri IoT-nin sürətli inkişaf etməsinin ən böyük səbəblərindən biri insan faktorunu minimuma endirməkdir. Yəni insanlar belə deyim də, o heç kimə sir deyil. Burada biz real dərs, yəni praktik dərs danışırıq. Mən sizə burada heç nəyi senzuralamayacağam ki, ay burada insan hüquqları və s. yəni insanlar sui-istifadə eləyən olurlar sistem boşluqlarından. İnşallah sözünüz də işə çıxanda görəcəksiniz ki, hər kəs şəffaf işləmir. Və eyni zamanda, yəni demək olar ki, bu arada ən elə şəffaf işləyən bu mühəndis komandalarıdır. Çünki onlar fərqli düşünürlər də, düşüncə tərzləri fərqlidir. Amma məsəl üçün böyük belə deyim, çünki bizim əlimizə birbaşa burada əsas sui-istifadələr nədə olur? Pulda və sairədə, büdcə planlanmasında da bizim əlimizdən büdcə, pul və sair keçmədiyinə görə biz sui-istifadə etməyə nisbətən daha aşağı meylli insanlarıq. Daha çox biz incəsənət, memar, belə deyim də, yaratmaqla məşğul olduğumuz üçün bizə maraqlı olmur da. Oradan belə deyim, kiməsə variant gələk, nəsə oradan əlavə yeyinti eləyək. Həm də ki, maaşlarımız da yüksək olur deyə o nisbətən bizim üçün maraqlı olmur. Əksinə cibimizdən xərcləməyə daha meylli oluruq. Amma ki, digər belə deyim də, acı bir həqiqət də var ki, sui-istifadələr çox olur belə hallarda. Və bu sui-istifadələrin, yəni məsəl üçün 5 nəfər yeməyə gəlibsə, yazır 10 nəfər, yerdə qalan 5 nəfərin pulun götürür, qoyur cibinə və yaxud da orada nə bilim ambardan nələrsə satılır. Məsələn, ambarda 100 min dənə məsəl üçün də avadanlıq var. O 100 min dənə avadanlığı rəhbərliyin o qədər vaxtı olmur ki, hər dəfə gəlib ölçsün, neynəsin. Sistem elektronlaşmayanda, ambardan nə çıxdı, ambara nə qayıtdı, bu elektronlaşmayanda o kimi sistemlər, məsələn, sistemdə bu kimi halların belə deyim də istifadə edilməsi, istismar edilməsi baş verir. Belə şeylərin aradan qaldırılması üçün biz nə etdik? Gətirdik buraya bir dənə adi yeməkxana modulu üzərindən deyək. Bura bir dənə hər kəsin zaten içəriyə giriş-çıxış kartı var. Giriş-çıxış kartını oxuyan bir kart reader qoyduq. Elə bildiyimiz Arduino ilə.
qoydu. Yəni bir kart oxuyucu qoyduq. Həmin kart oxuyucu şəxs gəlir bura. Burada bir dənə monitor vurduq. Hansı ki, bu hissədə bir dənə monitor qoyduq. Şəxsləri tanıtdıq sistemə. Adam şəxs kompüterini öz kartını vurdu bura. Bu adamın bazada olub olmadığını, baxın IoT bunu təmin eləyir. Heç bir saniyə belə keçmirdi. Bu adamın bazada olub olmadığını yoxlayan bir proqram təminatı düzəltdik. Bu adam bizim bazada varsa, bunun şəklini, adını, soyadını və neçə norma ilə qidalandığı, yəni nə bu günləri bu adam nə yeyəcək. Onun siyahısını gətirdik bu ekranda çıxartdıq. Artıq nə burada işləyən bibi, xala da, indi orada adətən xanımlar işləyir. Bunların həmin o adamı tanımağa ehtiyac yoxdur. Şəkli çıxdı, adı çıxdı, bir dənə baxdı ki, hə, bu burada yemək götürən adam bu adamdır. Hə, gətirdi bura nə sup qoydu, nə ət qoydu, nə bilim, ayran verdi, süd verdi və s. nə verdisə, nədirsə də onun qida norması onu verdi və adam da buradan keçdi, gəldi, oturdu yeməkxanada və nə etdi? Yeməyini yeməyə davam elədi. Və bunu biz bu menecmenti nə etdik? Avtomatik formada başladıq şey eləməyə də, belə deyim də, avtomatlaşdırmağa. Bir, insanlar artıq nahar vaxtında naharı vaxtında bitirirdilər. İki, burada olan o üçüncü şəxsin sui-istismar hallarının qarşısı alındı. Yəni mən sizə burada danışıram, belə deyim də, minlərdən yox ha, 10 minlərdən danışıram. Yəni məsəl üçün bir ayda yeməkxana üçün xərclənən pul əgər 160 min idisə, artıq 80-85 minə enmişdi. Biz bu sistemi təmin edəndən sonra. Çünki artıq belə deyim də, istər bu da kim hansı belə deyim də yeməyi aldısa, kartı vurdusa, mərkəzi data centerdə artıq qeydiyyatını tuturdu. Filan kəs filan saatda gəldi, yemək götürdü. Filan kəs filan saatda gəldi. Artıq bu adam bu siyahıya müdaxilə eləyə bilmirdi. Qıraqdan da məsəl üçün rəhbərliyimi deyən və yaxud da buna nəzarət edən adam baxırdı ki, məsəl üçün bu günləri 10 nəfər yemək yeyib və yaxud da 5 nəfər yemək yeyib, xərcim məsəl üçün 80 mindir aylıq və yaxud da günlük xərcim 3 mindir. Yəni ciddi bir sui-istismar hallarının qarşısını almışdıq. Yəni tam açıb şəff belə deyim də, şirkət sirlərini də ifşa eləmək istəmirəm, amma qapalı formada yəni sui-istifadə hallarının qarşısı alınmışdı. İkinci, buradakı proses sürətlənmişdi. Artıq və Pilusdakı yeməkxanada hansı belə deyim də qidalar daha çox istifadə olunur, onların siyahısı tutulmuşdu. Bu siyahı əsasında işçilərin belə deyim də həyat fəaliyyətini, yəni o qida rasionuna dəyişiklik edilmişdi. Çünki 2-3 ay sonra artıq orada elə yeməklər var idi ki, rəhbərlik baxdı ki, bu yeməklərə heç kim toxunmur. Və sırf bu da bu kimi qeydiyyatlar belə deyim də qeydiyyat aparıldıqdan sonra, yəni elektron qeydiyyat aparılıb data centerdə mərkəzi belə deyim də sistemdə hansı qida daha çox istifadə edildiyi tutulduqdan sonra bir data analitika aparıldı burada və data analitika əsasında müəyyən olundu ki, işçilərin biz məsəl üçün bir yemək növü var ki, məsəl üçün onu alırıq, amma heç kim bunu istifadə eləmir. Onu dəyişdilər, həmin o yeməyə sərf olunan pulu apardılar, dəyişdilər, başqa yeməyinə əvəzlədilər. Həm işçilərin belə deyim də həyat fəaliyyəti yaxşılaşdı, həm də ki, belə deyim də boşuna belə bu necə deyim pul xərclənməsi və sairənin qarşısını almış olduq. Aydındırmı? Yəni bunu ona görə sürətlə bu sektor daha da sürətlə inkişaf edir. Çünki demək olar ki, proqramlaşdırma sektorunda artıq sən gedib kiməsə sayt yazasan, kiməsə mobil application düzəldəsən dövrü keçib. Aydınmı? Hə, bundan əlavə olaraq texnologiya ucuzlaşıb, əlçatan olub, sürətli internet yaranıb, yəni IoT üçün mütləqdir ki, sənin sürətli şəbəkə bağlantın olmalıdır. Artıq internet lokal sistemi heç, amma sən qlobala çıxırsansa internet sürətin yüksək olmalıdır. Sonra bulut texnologiyaları inkişaf edib, statistika, süni intellekt, analitika artıq daha çox. Məsəl üçün, mən bir süni intellekt analizi aparmaq istəyirəmsə, tutaq ki, deyirəm də, məsəl üçün, bir süni intellekt 10 illik informasiyanı analiz eləyə bilir, yəni 10 minlərlə informasiyanı bir dəqiqə analiz eləyə bilir. Bu da o deməkdir ki, mənim çox böyük informasiya toplamağım lazımdır və bir insan məsəl üçün də saniyədə bir informasiya qeydiyyatı apara bilirsə, bu kimi kontrollerlər saniyədə yüzlərlə, 10 minlərlə informasiya qeydiyyatı apara bilir. Və biz də daha yaxşı nəticə almaq üçün, daha sürətli nəticələr almaq üçün artıq informasiya toplanmasını belə sensorlara, kontrollerlərə tapşırırıq. Aydındır?
Sonra insanların həyat fəaliyyəti məsələsi var. Belə deyim də, sənaye və gündəlik həyat fəaliyyətlərimizdə tələblərimiz dəyişib artıq. Məsəl üçün mən özümdən götürüb tutaq ki, mən 2013-cü, 14-cü, 15-ci illərdə tələbə olan vaxtı ev yığışdırmağa, çünki evdə tək qalırdım, ev yığışdırmağa vaxt ayırırdım. Sonra paltarları yumağa, qabları yumağa bir vaxt ayırırdım. Onda vaxtım var idi. Amma artıq mənim işim o qədər sürətli inkişaf eləyib. Belə deyim, də kobud bir şey var. Başımı qaşımağa vaxtım yoxdur misalı var ha. Baxın, o hal yaranıb. Ona görə artıq mən evi istəyirəm ki, evdə mən olmayanda evi yığışdıracaq bir tutaq ki, elektron cihaz olsun. Baxın, o ev yığışdıran robotlardan istifadə eləyirik və yaxud da paltarlarımızı yusun və qurudacaq bir paltar necə deyim, o paltar yuyan maşını olsun. Eyni şey qablar üçün də keçərlidir. Yəni deməyim nədir? Həyatımızda gedən bu kimi rutin işləri, bizim həyat şəraitimizi yaxşılaşdıracaq işləri görmək üçün mənim vaxtımı daha faydalı işə sərf eləyəcək bir necə deyim, avadanlıqlara ehtiyac yarandı, tələbat yarandı. Ona görə nə edirik? Bu da öz növbəsində IoT-ni belə deyim də yavaş-yavaş qabağa itələməyə başlayıb. Bir də ondan əlavə də dövlətin və şirkətlərin artıq buna belə deyim də maraqları var. Məsəl üçün dövlət üçün maraqlıdır digital informasiyalar və informasiyaları belə deyim də bu formada toplanması, cihazlar vasitəsilə sui-istifadənin qarşısının alınması. Bəs proqramlaşdırmanın burada rolu nədir? Gəlin onu deyək. Burada PHP əslində bir proqramlaşdırma dilidir. PHP-nin rolu digər tərəfdə proqramlaşdırmanın rolu üçün də keçərlidir. Proqramçılar bu işin arasında durur. Smart ev nümunəsi üzərindən verək, gəlin bura baxaq. Smart evdə mənim belə deyim də bir ağıllı ev sistemim var və ağıllı ev sistemim nə ilə yığılır? Əlbəttə ki, kontrollerlər vasitəsilə evdə nəm sensoru olur, temperatur sensoru olur, sonra hansı ki releylər olur və s. Bunları mən qoşuram bir kontrollərə, kontrollerə də qoşuram bir internetə. Ondan sonra baxın, bu proqramçıya aid olan hissədir. Bunun server tərəfi olur, əsasən backendçilərə baxır. Burada ortada Java durur, PHP durur, Node.js, Python fərqi yoxdur. Ortada bir proqramlaşdırma dili, bir dənə də baza dili durur. MySQL burada qoyulub. Bu MS SQL ola bilər, Oracle ola bilər, MongoDB ola bilər və s. fərqi yoxdur. Burada da bir dənə nə durub? Bir baza durub. Mənim smart evim internet vasitəsilə backend dilimə qoşularaq internet belə deyim də öz rekordlarını bazama və yaxud da serverə yazır. Yəni qeydlərini götürür. Evdə sənin evində hal-hazırda temperatur bu qədərdir. Nəmlik bu qədərdir. Nə bilim, iş filan səhər açılıb, məsəl üçün işıqlar yanır və yaxud da işıqlar axşamdır, işıqlar sönür. Bu kimi belə deyim də qeydləri, rekordları özündə tutur. Və bundan sonra bizim bu backend developerlərə aid olan hissədir. Sonra bizim frontend developerlərimiz və yaxud da mobil developerlərimiz işin içinə girir. Onlar da öz növbəsində burada yığılan informasiyaları vizuallaşdırmaq üçün nə edir? Avtomatik olaraq mobil applicationlar, web applicationlar və yaxud da desktop applicationlar hazırlayır. Biz də qoşulub həmin o son istifadəçi olaraq həmin o belə deyim də applicationlardan istifadə edirik. Ən sonuncu isə bu hissə isə artıq userə maraqlı olan hissədir. Nə edirik? Biz öz dataları, belə deyim də qeydlərimizi tuturuq burada, raportlarımızı görürük, dashboardlarımızı görürük. Yəni bir proqramçının IoT-dəki IoT life cycle-ında belə deyim də rolu bu formadadır ki, ya sən backend bir embedded proqramçı kimi işləyirsən, kontrollerin beynini yazırsan, yəni o cihazın içinə də, Arduino'nun içinə də bir proqram qoyuruq. İndi birazdan ikinci hissədə mən bunu göstərəcəm sizə. Və yaxud da backend tərəfini yazırsan, informasiya resurslarının analizi, informasiya resurslarının qeydiyyata alınması və s. kimi işləri görürsən, frontend developer işin görürsən, vizuallaşdırma, statistik hesablamalar və s. istifadəçidən informasiyanın qəbul edilməsini, komandaların qəbul edilməsini təmin edirsən. Məsəl üçün, bir mobil application düzəldirsən, orada düyməyə vuranda avtomatik olaraq evində işıqlar yanır, qapı sönür. Nə bilim, mikrodalğalı soban işə düşür. Kofe aparatın işə düşür, sən evə gələnə qədər kofe hazırlanmış olur. Və yaxud da kombini qoşursan, sən evə gələnə qədər ev isinir. Misal deyirəm, və yaxud da su isinir.
Misal, məsələn sənin bağ evin var, fərz eləyək. Bağ evinə getmirsən uzun müddətdir. Məsələn, qışda istəyirsən ki, indi yanvar ayıdır, dekabrın 31-i gedəsən, orada yeni il tətili keçirdəsən. Sən gedəsi ora, kombini qoşası, ev isinəsi, görün nə qədər bir vaxt keçir. Amma sən bu gün əgər sabahları ora gedəcəksənsə, bu günləri mobil application açıb bir düyməyə klik eləməkdən artıq kombini aktivləşdirə bilərsən ki, sən ora gedənə qədər ev isinsin, toparlansın. Aydındır? Və yaxud da evdə elektron bir necə deyim, avadanlığın varsa, bunlar bu arada danışdıqlarımız əlçatandır ya. Yəni günümüz üçün əlçatandır bu. Yəni bu heç də wow bir şey deyil. Yəni o qədər bu kimi kontrollerlər, bu kimi cihazlar əlçatan ucuzlaşıb ki, yəni bunu orta statistik bir vətəndaş bunu əldə eləyə bilir və aparıb sistemləşdirib istifadə eləyə bilir. Aydındırmı? Və plus da ki, sən bu kimi sistemləri qurub artıq dünyaya sata bilərsən. Çünki internetin inkişafı ilə artıq hər yer, hər şey əl çatandır. Hə, bu arada IoT-də bəs nə kimi biz proqramlar, belə deyim də, problemlərlə qarşılaşırıq. Ən böyük problemlərdən biri bu dəqiqə təhlükəsizlik problemidir. Yəni bu da düşür proqramçıların üstünə informasiyaları şifrələyib göndərmək, informasiyaların qeydiyyatını belə deyim də biz cihazı düzəltdik, amma onun təhlükəsizliyini də təmin etməliyik. İstər belə deyim də Ömərlə, istər digər yoldaşlarla proqram hazırlayanda biz bu kimi şeyə diqqət admin parolu olmalıdır. Qıraqdan gələn passwordu reset eləməsin deyə və s. bu kimi hallar və yaxud informasiyalar şifrələnib saxlanmalıdır. Göndəriləndə şifrələnib göndərilməlidir. Yəni təhlükəsizlik problemi ümumiyyətlə proqramlaşdırmada IT-dən böyük problemlərdən biridir. Standartlaşma problemi var. Məsəl üçün bir cihaz digər cihazdan uyğunlaşması problemi olur bəzən. Məsəl üçün sensor alırsan, tək başına işləyir, amma ofşi sistemə qoşanda işləmir. Aydındır? İkinci, enerji resurslarının məhdudluğu. Məsələn, bu günləri bəzən elə bir şəraitdə olursan, sadəcə günəş enerjisi ilə qidalanmalı olursan və yaxud da orada məsəl üçün sahədə işləyirsən, orada elektrik enerjisi məhdud ola bilər və s. bu kimi hallar ola bilər. Məlumat idarə edilməsinin analitikası, data analitikanın inkişafı ilə bu yavaş-yavaş aradan qalxır. Amma məsələ nədir? Demək olar ki, yavaş-yavaş belə deyim də, bu da əvvəl ciddi problemlərdən biri idi. Hal-hazırda da var, düzünü desək, yəni tam həll olunmayıb, amma yavaş-yavaş oluna bilir. Sonra bir də bizdə yaşadığımız ölkədən qaynaqlanaraq 5-ci və 6-cı problemlər ortaya çıxır. İnfrastruktur problemi olur bizdə. Bəzən data centerlar, məsələn, bəzən cihazları əldə edərkən sadə əlçatan cihazlar çox rahatdır tapmaq, amma digər cihazları əldə edərkən xaricdən gətirməli olursan, bu kimi belə deyim də hallarla qarşılaşa bilirsən. Bir çox, məsələn, bir cihazı yığarkən daha çox iş görməli olursan və ya daha çox vaxt sərf etməli olursan. Bir də hüquqi və etik məsələlər var. Məsəl üçün, hüquqi məsələlər odur ki, sən bir insanın informasiyalarını toplayırsansa, hara qədər toplayacağı bunu dövlət tənzimləmir. Tənzimləyir daha doğrusu, amma çox məhdudiyyətlər var. Etik məsələlər var. Məsəl üçün, biz qapıda, iş yerimizdə qapımızı oxuyacaq, üzümüzü oxuyub qapını üz tanıma ilə açan bir cihaz düzəltmişdik. Qonşu getdi, bizi şikayət elədi ki, siz bura kamera qoymusunuz, mənim qapım açıq olanda mənim evimi çəkir bu. Yəni biz hələ bu kimi şeyləri keçə bilməmişik. Yəni biz necə deyim, insanlar olaraq hələ o şeydə deyilik ki, mən ona izah eləməyə çalışıram ki, bax bu əslində sənin heç bir informasiyanı yaddaşında saxlamır. Sadəcə cari anda alır, heç şəkil olaraq belə görmür. Vektorlara çevirir. Sadəcə bu kimi hallar belə deyim də bu bir növdə yeni olduğu üçün həyatımıza girən yeni bir sistem olduğu üçün insanlar da, yəni yerdə qalan insanlar da bu haqqda çox məlumatlı olmadığına görə bəzən etik problemlər çıxardırlar. IoT-də proyektlər bu hansı ki bizim özümüzün də şəxsən işlədiyimiz, sol tərəfdə öz işlədiyimiz IoT cihazlarından proyektlərdir. Kamera sistemləri, radar sistemləri, access kontrollar, tərəzi sistemlərindən. Məsələn, ağıllı ev sistemi var. Biz özümüz ofisdə onu qurmuşuq. Sonra ağıllı tərəzi sistemimiz var. Tələbə jurnalı sistemimiz var. Hansı ki qeydiyyat üz tanıma ilə olur və s. Bu yaxınlarda Bakı Dövlət Universitetində bunun təqdimatını eləyəcək. Sonra su radar sistemi var. Bunu Ömərlə birlikdə hazırlamışıq. Bunu universitetdə deyəsən təqdim eləmişdik Kənd Təsərrüfatı Nazirliyinə. Sonra belə deyim də bir sözlə də hansı ki
Yavaş-yavaş belə deyim də ölkəmizdə də inkişaf eləməyə başlayır. IoT, yəni Internet of Things, əşyaların interneti, hər şeyin interneti bir növ yavaş-yavaş bizim həyatımıza girməkdədir. Artıq həyatımızın bir parçasıdır hətta. Məsəl üçün bunu biz ən sadə halda kompüterimizdə gördüyümüz işi telefondan davam edə bilməyimizdən görə bilərik. Sadəcə olaraq nə etmək lazımdır? Biz də proqramçılar olaraq yavaş-yavaş o tərəfə belə deyim də doğru inkişaf etməyimiz lazımdır. Niyə? Çünki dediyimiz kimi kod yaza bilən şəxslərin sayı artıb. Sadəcə kod yaza bilən şəxslər artıq heç kimə maraqlı deyil. Bu nisbətən daha yeni belə deyim də sektor olduğu üçün hər kəs üçün də yavaş-yavaş gələcəkdə, yəni siz də yeni başladığınız üçün bu istiqamətlərə, gələcəyə doğru yatırım etmək istəyiriksə, bu istiqamətə yönəlməyimizdə fayda var. Okeymi? Deməli, nəzəri olaraq sadə dildə desək, bu formada bir izah verdi. 10 dəqiqə fasilə eləyəcək indi. 5-10 dəqiqə. 5-10 dəqiqə sonra ikinci link göndərəcəm. Sizlə kiçik bir dənə qurğu dizayn eləyəcək və onun proqramlaşdırması necə aparılır, nə cür aparılır, onu sizlə göstərəcəm. Oldumu? Suallarınız olarsa ikinci hissənin əvvəlində suallarınızı alacağam sizdən. Oldu? Okey. Səsim gəlir? Suallarınızı qeyd edin. İkinci hissənin əvvəlində sualları sizdən alacağam. Hələlik 10 dəqiqə fasilə.